Deyirəm xanım, mən kredit götürməmişəm 20.000 manat. Mən bir-iki dəfə dedim ki, ehtiyac yox, şizofreniya xəstəsidir. Qaynar xəttimizə Naxçıvan şəhərindən daxil olmuş şikayətə əsasən 1964-cü il təvəllüdlü Yaşar Nihadoğlu Rəhimov öz adına kredit açıldığını və bununla bağlı heç bir məlumatı olmadığını bildirdi. Şikayətçi oktyabr ayında telefonuna zəng gəldiyini və Kapital Bank tərəfindən adının qeyd edildiyi kredit barədə məlumat verildiyini, ancaq özünün heç bir kredit götürmədiyini və məsələdən xəbərsiz olduğunu vurğulayır. Şikayətçi əlavə edir ki, Naxçıvan şəhərində Kapital Bankın filialına müraciət etdikdən sonra adı ilə rəsmiləşdirilmiş 20.000 manat kreditin və ona bağlı 7.000 manatlıq əlavə kredit barədə məlumat alıb. Oktyabr ayında mən iş yerində oturmuşdum. Bir də baxdım mənim telefonuma zəng gəldi və telefonu açdım. Kapital Bankdan xanım zəng vurur ki, müəllim, sizin kreditinizin vaxtı keçir. Deyirəm xanım, mən kredit götürməmişəm. Nə kredit? Deyir, yox, sizin adınıza avqust ayının 5-də kredit rəsmiləşdirilib 20.000 manat. Və əlavə də 7.000-nə qədər də bir bank açdırılıbdır. Mən təşviş içində həqiqətən də çox narahat oldum, çünki krediti mən götürməmişəm, yəni mənim heç bir xəbərim yoxdur. Və oradan çıxıb tez getdim mən Kapital Bankın Naxçıvan filialına. Və orada bankın işçisi ilə deməli otduq, bankın işçisi ilə açdı kompüteri, həqiqətən də baxdı və dedi ki, sizin adınıza bəli, kredit rəsmiləşdirilibdir və bu ay, yəni oktyabr ayı üçün onun vaxtı, müəyyən olunmuş vaxtı keçir. Yay aylarında vətəndaş evinə su filtri quraşdırmaq üçün bir şirkətə müraciət edib. Bir neçə ay sonra həmin şirkətin nümayəndəsi Abu Talib onunla əlaqə saxlayaraq kampaniya qoşulduğunu və kreditin 500-600 manatını Kapital Bankın ödəyəcəyini deyir. Buna görə vətəndaşdan şəxsiyyət vəsiqəsi və əmək haqqı kartını təqdim etməsini tələb edir. Vətəndaş dəfələrlə ehtiyac olmadığını desə də, qarşı tərəf israrla bunun vacib olduğunu bildirir. Mən bir-iki dəfə dedim ki, ehtiyac yoxdur, mən özüm ödəyəcəm, lazım deyil. Bunu israr elədi, bu əl çəkmədi ki, yox, mütləq lazımdır, mütləq cavab götürəcəyik. Dedim, mən iş yerindəyəm, indi işdəyəm. Dedi, onu da işdən çıxandan sonra gələcəyim. Nəysə, saat 6 oldu, mən işdən çıxıb gəldim. Üstündən bir yarım saat keçmişdi, bir də baxdım ki, bu gəldi. Yanında da bir nəfər tanımadığım adam. Yəni, mən o Abu Talib'i filtri qoyanda, su filtri, mən onu görmüşdüm, tanıyırdım, bilirdim ki, oranın işçisidir. Ona görə mən bunları buraxdım evə, içəriyə, qapını açdım. Yoxsa mən tanımırdım o birini içəri buraxım. Və içəri girən kimi mən şəxsiyyət vəsiqəmi tələb elədilər. Getdim onun, demək, verdim, üzünün şəklini çəkdilər. Bir də ki, əmək haqqı kartını. Və ondan sonra, biraz keçəndən sonra mənə dedilər ki, müəllim, sizin telefonunuzda şəkil, mütləq şəkili, foto şəkili çəkilməlidir ki, orada foto şəkliniz düşsün. Mən də yenə də israr elədim ki, ehtiyac yoxdur, dedilər, yox, mütləq bu lazımdır kampaniya düşmək üçün falan. Nəsə, insanlıq da dediyim kimi, insanlıq da ölmür, mən dedim, indi insandırlar da, bir yerdə də oturmuşduq, yəqin belə lazımdır. Mən şəkilimi də, demək, o foto şəkilimi də telefona çəkdilər, kamerasına çəkdilər və getdilər. Və ondan sonra 2-3 dəfə yenə, 3 dəfə səhv eləmirəmsə, yenə gəldilər, yenə mənə şəkilimi çəkdilər. Mən də heç nədən xəbərim yox, dedim, yəqin o kampaniyandır, çünki mənə elə demişdi. Demişdilər, biz də insanıq da, insan da insana eşidər də inanar. Deməli, onlar bu adla gəlib dələduzluq eləyirlər və mənim adımdan gedib Kapital Bankdan kredit, onlayn kredit çəkirlər. Şikayətçi Daxili İşlər Nazirliyinə müraciət edib və məlum olub ki, adı ilə kredit götürən şəxs Məmmədli Sadiqdir və həmin şəxs artıq saxlanılıb. Hazırda məsələ ilə bağlı istintaq və məhkəmə prosesi davam etməkdədir. Şikayətçi 6 aydakı maaşdan hər ay ödənişlər çıxdığını və həyat şəraitinin çətinləşdiyini qeyd edir. Eyni zamanda ailəsinin ciddi sağlamlıq problemləri olduğunu və dərmanlar üçün maddi çətinliklərlə qarşılaşdığını bildirir. Şikayətçi bu vəziyyətdən çıxmaq üçün müvafiq qurumların kömək etməsini tələb edir və məsələnin həlli üçün yardım istəyir. 6 aydır, yəni oktyabr ayından başlayaraq mənim əmək haqqımdan hər ay maaş çıxılır, yəni aldığım əmək haqqının hamısı çıxılır. Bir qəpik orada pul qalmır. Mənim anam xəstədir, yaşlı qadındır, 84 yaşı var, şizofreniya xəstəsidir, şizofreniya. Yoldaşım onun kimi həm şəkər xəstəsidir, həm ürək xəstəsidir. İnanırsınız, bax nə qədər acı olsa da mən indi bu deməliyəm. Mən onların dərmanlarını almağa pul tapa bilmirəm. Adi quru, yavan çörəklə ötüşürük. Yəni, elə vəziyyətdəyəm ki, belə ehtiyac içərisində tamam. Özünüz təsəvvür eləndə 6 aydır bizim evimizə pul girmir. Yəni, əmək haqqının hamısı gedir. Və əmək haqqı da artıq
demək o kreditdən də kredit əmək haqqının üstələyir. Artıq əmək haqqı tam çıxılsa belə yenə də kredit orada qalır. Ödəmək mümkün deyil, ödəyə bilmirəm. Buna görə də xahiş edirəm aidiyyatı orqanlardan, aidiyyatı qurumlardan məni ilk olaraq bir Azərbaycan vətəndaşı kimi, sonra isə bir Azərbaycan ziyalısı kimi, bir alim kimi mənim bu vəziyyətdən çıxmağıma kömək eləsinlər. Mən valla bax həm maddi, həm mənəvi cəhətdən çox əziyyət çəkirəm.